aşkarlanmasında xeyli lənglik müşahidə olunur. Bölgələrdə maariflənmə işinin aparılmaması, xəstələrin nəzarət edəcək mütəxəssis həkimlərin ələlxüsusda mərkəzin olmaması səbəbindən kistoz fibrozlu xəstələr xeyli çətinliklərlə üzləşirlər. Kistoz fibroz skrininqə daxil olub. Burada təbii ki, bizim kistik fibroz xəstələrinə yardım ictimai birliyində xeyli tələblər olmuşdur. Tər testi hazırda aparılmır, 4 il ərzində aparılmışdır, amma hazırda tər testimiz yoxdur. Dərman təminatında demək, məsafələr yaranır və bəzi dərman preparatlarının hələ də təmin olunmaması, ələlxüsusda vitamin mineral kompleksinin, sonra tənəffüs cihazları vardır, alətləri vardır, onların olmaması, həmçinin enteral qidaların olmaması, bunlarla təminat hələ ki yoxdur. Bunların olmaması, bəzi analizlərin dövlət tibb müəssisələrində olmaması, bunlar çətinliklərimizdir. Kistoz fibrozunun artımının qarşısı alına bilərmi? Amillər hansılardır? Maariflənmə, ixtisaslı mütəxəssislərin cəlb olunması, diaqnostik üsulların əlçatanlığı, perinatal dövrdə diaqnostika,